Herkese salam. Yaz günlükləri serisinin ikinci bölümünə xoş gəldiniz. Bugün yenidən mənimlə birlikdəsiniz. Səhər məktəbə gedərkən biraz çəkirəm və məktəbdən qayıdıram. Kombinimi, makyajımı elədikdən sonra qardaşımı dərsə aparıram, oradan da gedirəm anamın yanına. Bugün piercingim üçün artıq sırğa alacaq. Burada isə qol uzun bir köynək alıram, çünki qol qısa geymişdim. Anam da gördü, biraz əsəbləşdi. Dedi gedək sənə qol uzun bir şey alaq. Burada deyəsən ayaqqabımı çirkin göstərirəm. Evə qayıdıram, kombinim isə belədir. Telefonumu göstərirəm, çünki yeni bir kablo aldım. Üzünü falan da dəyişdirdim, çünki qırılmışdı. Burada sizə aldığım Hello Kitty ətrini göstərirəm. Qoxusunu çox bəyənirəm. İlk dəfə keçən il almışdım və qoxusunu çox bəyəndim. TLA isi var, amma TLA iyi gəldiyini bilmirdim. Açdıqdan sonra öyrəndim. Ona görə gedib yenidən aldım və biraz sevinirəm. İndi isə sizə əsas şeyi göstərəcəm. Yəni piercingim üçün aldığım sırğalar göstərəcəm. Əvvəlcə qızıl rəngdə halqadan aldım. Qulağımdakı ilə eynidir, sadəcə qulağımdakı gümüşü rəngdir. Məndə gümüşü rəngdə var idi və onu çox sevirdim. Ona görə dedim ki, qızıl rəngdə olanda almağa dəyər. Qulağımda 5 deşik var və bir-birinə uyğun bir şey almağa çalışdım. Həm də o səbəbdən gümüşü rəngdə bir şey almadım. Bu əlimdə tutduğum isə yeni deşiklər üçün nəzərdə tutub aldım. İkisi balıq, biri isə balina formasındadır. Balıqlardan birini cüt formasında taxdım, balinanı isə yuxarıdakı tək deşiyə taxdım. Amma deyəsən o balıq yox, Yunus idi. Hər nəysə, balıq növüdür hamısı. Bunu isə mənə yolda gördüyüm dostum verdi. Ad günü hədiyyəmi verməmişdi, ona görə indi verdi. Və təsadüfən bu da qızıl rəngdir. Yaz günlükləri serisinin bir bölümünün də sonuna gəldik. Videoma like atıb kanalıma abunə olmağı unutmayın. Bye bye.